Salam. Bu gün sizə çox bəyənəcəyiniz konfet resepti təqdim edirəm. 100 qram qara cavala və 200 qram xurmanı 20 dəqiqə suda isladıram. 300 qram fındığı bir qədər qovurduqdan sonra qabığını təmizləyib rondoda xırdalayıram. Xurmanın və cavalının suyunu süzüb kağız dəsmalla bir qədər quruladıqdan sonra tumunu təmizləyib rondoda əzirəm. Fındığın üzərinə əlavə edib yoğurub, hər biri 24 qram olmaqla 30 ədəd konfet hazırlayıb 20 dəqiqə soyuducuda saxlayıram. 200 qram şokoladı qaynar suda göstərdiyim kimi əritdikdən sonra üzərinə 2 xörək qaşığı bitki yağı əlavə edib qarışdırıram. Konfetləri şokoladladıqdan sonra üzərini zövqə görə bəzəyib 30 dəqiqə soyuducuda saxlayıram. Çox ləzzətlidir. Növbəti videolarda görüşənə kimi.